külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb. Bu barədə Stop Narkotikaza Dövlət Sərhəd Xidmətindən məlumat verilib. Bildirilib ki, xidmətin sərhəd qoşunları komandanlığının Horadiz sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 28 kiloqram 118 qram narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alınıb, 2 nəfər saxlanılıb. Mart ayının 25-də sərhəd dəstəsinin xidməti ərazisindən ümumi çəkisi 22 kiloqram 400 qram narkotik vasitə marixuana və 490 ədəd metadon M40 həbi aşkar olunaraq götürülüb. Aprel ayının 6-sında dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhəd naryadı tərəfindən 2 nəfər naməlum şəxsin şübhəli hərəkəti müşahidə edilib. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədindən ümumi çəkisi 5 kiloqram 718 qram narkotik vasitə marixuananı ölkə ərazisinə keçirməyə cəhd göstərən Ağdaş rayon sakinləri 1993-cü il təvəllüdlü Baxşəliyev Baxşalı Kamil oğlu və 1996-cı il təvəllüdlü Kərimov İlqar İlhamoğlu saxlanılıb. Faktlar üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.